Bazarın daha bir gözünü tapmışıq. Söhbət BMW 60 Kuzodan gedir. Nemka 2008, alış 2009 Nemka'dır. Maşında yəni sahibi deyir ki, maşında yoxdur da, yəni hər şey varsa. Buyurun. Maşın deyir zavoddur, yəni necə varsa odur. Rəng deyib maşına yoxsa yox? Rəng buferinə Xırda deyib. para hissələrdə, hə? Yox. Buferinə deyib, bir də arxa krilonun ucuna. Vəsə, başqa heç yerə. Yəni qalan hər şey zavod necəsə. Zavod pilisos, qapı. Emrul zavod. Hər şey zavoddur. Değişilən heç nə yoxdur. Hər bir şey zavod. Qırılan sidenkalar, memory paket, hər bir şey var maşının. İdeal vəziyyətdə. Çox idealdır yəni. Zavoddur. 3 dənə həçəri var, zavod həçəri. Lipstoplarına qədər hər şey var. Hər bir şey zavoddur. Hamısı işləyir və hər şey. Maşında işləməyən bir şey yoxdur. Heç bir şey, Memar hər şey paket işləyir. 2 versiz. Oturacaqların elektron şəkildə tənzimlənməsi, sükanın elektron şəkildə idarə olunması, avtomobildə yəni həqiqətən də indiki vəziyyəti, yəni müştəri gəl məni apar deyir, yəni 231.000 kilometr orijinal probegidir. İlinə görə 231.000 Kilometr. Kilometraj, yəni yürüşü. Bəli. Kifayət qədər bu maşının yaxşı vəziyyətdə olmağından xəbər verir. Üstdən çıxma pərdələrinə kimi hər bir şey var. Deməli, arxa oturacaqlara baxaq. Ümumiyyətlə maşının salonu çox idealdır, yəni dərisi heç elə bir ki, heç oturulmayıb, heç istifadə olunmayıb, dəridə didilmə, sökülmə heç bir şey yoxdur. Tavan əla vəziyyətdədir. Maşının ümumi salonu çox möhtəşəmdir, yəni. Gəlin bagajını da göstərim sizə. Yəni bu maşını bilənlər bilir də, həvəskarları var. Qayçısına kimi üstündədir zavod. Maşının altında elə bir ki, salondan, zavoddan indi çıxıb alt hissəsi. Qardaş, nə deyirsən? Bu maşının faktiki olaraq bazarda qiymətini neçə qoymusunuz və gələn real alıcıya neçə deyəcəksiniz maşını? 25.000 manat son qiyməti. Son qiymət 25.000 manat. 25.000 manat, bəli. Yuvulan farsunka, 3 motor, ideal vəziyyətdədir maşın. Mən indiki vəziyyətdə maşına baxıram, vizual olaraq görürük ki, maşında faktiki olaraq heç bir xərc yoxdur, otur sür. Amma yenə də qardaşdan soruşmaq istəyirəm. Maşında hər hansı xırda olsa problem var yoxsa yox? Problem qəti yoxdur. Problem yoxdur, qardaş deyir, harda ürəyiniz sahibi ustadır özü. Sahibi özü də ustadır. Disklərinin vəziyyəti, təkəri də əladır. Fikir versiniz. Yəni motorxanasını da istəyirsiniz göstərək. Bir dənə zəhmət olmasa. Motorxanasını bir dənə. Mühərrikxananı da açıq, mühərrikə də baxaq. Bəli, burada bir canavar yatır da. Yəni bu mühərriki artıq bilənlər bilir. Yuyulan farsunkadır. Yuyulan farsunkadır, qardaş deyir. Yəni heç bir problemi yox. Qardaş, nömrəni təqdim elə zəhmət olmasa, avtomobil sahibinin nömrəsini alan maraqlanan olsa əlaqə saxlasın. 055 055 344 344 0117 0117. Maşın bazardadır, Badamdar 2-ci əl avtomobil bazarındadır. İnşallah bu bazar satılar, amma yenə də nəsə baş verərsə, ola bilər də, alıcısı gəlmərsə, Avtosazda mobil nömrədən sahibini yığıb, danışıb, razılaşa bilərsiniz və maşın həqiqətən çox ideal maşındır. Faktiki olaraq ümumi görüntüsü onu deyir ki, maşında bir nöqtə belə kosmetik iş yoxdur. Maşın çox yaxşı vəziyyətdədir. Təkərləri, diskləri, salonu